Allahın dininin insanlara çatdırılma vasitəsi peyğəmbərlər vasitəsiyləndir. Allah öz yer üzərində olan peyğəmbərinə, höccətinə hökmü, vəhyi mələk vasitəsilə, vəhy mələyinin vasitəsilə nazil eləyir və peyğəmbərin də missiyası, işi bundan ibarətdir ki, o nazil olan hökmü, vəhyi insanlara, həmin o dini insanlara çatdırır. Peyğəmbərlərin vəzifəsi təbliğdir, yəni Allahın dinini insanlara çatdırmaq. İkinci mərhələ isə bu nübüvvət mərhələsidir, ikinci mərhələ isə imamət mərhələsidir. İmamət mərhələsi isə həm peyğəmbərin missiyasını davam elətdirmək, yəni Allahın dinini, peyğəmbərə nazil olan, çatdırılan dini, həqiqəti insanlara çatdırmaq və ondan da əlavə həmçinin o dini həm icra eləmək, həm də qorumaq və müdafiə eləmək. Deməli, nübüvvət Allah dinini insanlara çatdırmaq, imamət isə həm dini çatdırmaqdır və həm də bundan əlavə dini qorumaq və saxlamaqdır. Bu iki məfhum, nübüvvət və imamətin özünün də qorunmağa ehtiyacı var. Biz İslam ümmətinin, müsəlmanların peyğəmbəri, sonuncu peyğəmbər Muhammed sallallahu aleyhi və səlləmdir və onun vəsiləri də, canişinləri də ki, bildiyimiz kimi özündən sonra 12 imamdır ki, onların birincisi Həzrət Əmir-əl-Müminin Əli ibn Əbi Talib əleyhissalamdır və onun övladları İmam Həsən və İmam Hüseyn əleyhissalam və İmam Hüseyn əleyhissalamın da nəslindən 9, övladlarından 9 imamdır. Ümumilikdə 12 imamdır. Bu nübüvvət və imamətin, yəni peyğəmbərin özünün missiyasının və imamət missiyasının da özünün qorunmağa bir ehtiyacı var. Görəsən, imaməti və nübüvvəti qoruyan şəxs kimdir? Onu kim qoruyur? Təbii ki, tarixə nəzər salanda biz baxıb görürük ki, Həzrət Peyğəmbər sallallahu aleyhin qızı xanım Fatimə Zəhra salamullahi aleyha da həm imamətin və həm də nübüvvətin müdafiəçisidir. Əslində xanım Fatimə Zəhra salamullahi aleyhanın özünün qəbrinin gizlin saxlanmasını vəsiyyət eləməsi və gizlin gecə vaxtı dəfn olunmasını, dəfn işlərinin gizlin keçirilməsini, tapşırmasının, vəsiyyət eləməsinin və bu da həyata keçirilməsinin səbəbi və hikməti bundan ibarət idi ki, xanım Zəhra salamullahi aleyha bəşəriyyətə bir sual ünvanladı. Həmin sualın cavabını hər kəs axtararsa, araşdırarsa, oradan məlum olur ki, deməli, xanım Fatimə Zəhra salamullahi aleyha əslində nübüvvət xəttini, vəzifəsini, missiyasını və imamət vəzifəsini, imamət məsələsini müdafiə eləmək üçün, qorumaq üçün bu işləri görüb. Çünki insan araşdıranda, baxanda niyə görə xanımın qəbri gizlin qalmalıdır, niyə görə öz dəfn məsələlərini gizlin həyata keçirilməlidir. Bunu ilə insan maraqlananda məlum olur ki, deməli, o şəxslər ki, peyğəmbərin yerinə göz dikmişdilər. O şəxslər ki, nübüvvətin və imamətin yerini qəsb eləmək istəyirdilər, əslində onların işlərinin aşkara, hilələrinin, məqsədlərinin aşkara çıxmasına görədir. İslam ümmətinin üzərində, boynunda bir vəzifə var. O vəzifə də budur ki, İslamın həqiqətini, həqiqi İslamı qəbul eləmək istəyirsə, yaşamaq istəyirsə daha doğrusu, nübüvvət və imaməti qəbul eləməlidir və bu xəttlə Allaha ibadət eləməlidir, bu yolla ibadət eləməlidir. Və üzərində olan vəzifə də bundan ibarətdir ki, boynumuzda bir haqdır ki, bu imamət və nübüvvəti də qoruyan bir yeganə şəxs varsa, o da xanımdır tarixdə. Kimdir? Xanım Fatimə Zəhra salamullahi aleyha.